Bismillahirrahmanirrahim. Bütün gözəllikləri, bütün kamillikləri, həqiqəti, haqqı, ədaləti özündə cəm eləyən mübarək Qur'an-ı Kərimdə Allah Bəqərə surəsinin 186-cı ayəsində Ramazan ayının izzətini, əzəmətini, fəzilətini bizə belə bəyan eləyir. Buyurur: "Şəhru Ramadanəl-ləzi." Ramazan ayı elə bir aydır ki, sanki Allah burada Ramazan ayına tərif verir. Ramazan ayının fəzilətini, izzətini bizə çatdırır. Deyir, Ramazan ayı elə bir aydır ki, "Əlləzi unzilə fihil Qur'an." Elə bir aydır ki, bu ayda Qur'an nazil olub. Bütün kamilliyi özündə cəm edən, haqqı özündə cəm edən, ədaləti özündə cəm edən, gözəlliyi özündə cəm edən mübarək Qur'an-ı Kərim Ramazan ayında nazil olub. Və bu da ona dəlalət edir ki, həqiqətən də Ramazan ayı digər ayların içində ən izzətli, ən əzəmətli, ən üstün aylardandır. Niyə? Çünki Qur'an bu ayda nazil olub. Bəs Qur'an nə üçün nazil olub? Qur'anın hədəfi nədir? Qur'anın məqsədi nədir? Allah buyurur ki, "Hudən linnas." İnsanlara doğru yolu göstərmək üçün. Bu ayənin incəliklərindən də biri odur ki, incə məqamlardan da biri odur ki, Allah burada linnas deməklə, yəni insanlar üçün deməklə cəmiyyətdə insanlar arasında fərqlilik qoymadı. Yəni mömin olsun, müsəlman olsun, qeyri-müsəlman olsun, muttəqi olsun, təqvalı olsun, irqindən, dinindən, ümmətindən, millətindən asılı olmayaraq Allah burada insanlar arasında fərqlilik qoymadı. Yəni demədi ki, Qur'an nazil olub möminlər üçün, Qur'an nazil olub müsəlmanlar üçün, Qur'an nazil olub muttəqilər üçün, ya bir dəstə insan üçün. Xeyr. Allah buyurur ki, "Hudən linnas." Yəni bütün insanlar üçün, bütün bəşəriyyət üçün. Ayənin məzmunu nəticə nə əldə edərik? Nəticə əldə edirik ki, bəli, məhz Qur'an-ı Kərim insanlıq üçün nazil olub. Kamil cəmiyyət yetişdirmək üçün nazil olub. Kamil insan formasını təqdim etmək üçün, yəni kamil insanın kamilləşməsi üçün, bəşəriyyətin, ümumi insanların, dünyanın kamilləşməsi üçün Allah Qur'an-ı Kərimi nazil edib. Və Qur'an-ı Kərimin də Ramazan ayında nazil olması Ramazan ayının izzətinin, fəzilətini, əzəmətini bizə çatdırır. Allah bu ayda tutduğumuz orucları qəbul eləsin, Allah bizim günahlarımızı bağışlasın və qiyamət günü bizi dərgahında üzü ağ olanlardan qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuh.